Salam millət, yeni buraxılışımızdan sizləri salamlayırıq. Bugünkü mövzumuz təkərdir. Üzr istəyirəm, 4 təkərdir. Nədir bu? Film. Bəli, səhv eşitmədiniz. Filmin adı 4 təkər. Ümumiyyətlə Azərbaycanda yeganə filmdir ki, 2 dəfə təqdimatı keçirilir, bir dəfə imza günü. Allah haqqı ciddiyəm. Hələ axırıncı imza günü oktyabr ayının 19-sunda. Gənclik molda yaşanan izdihamı görməliyik. Bəs adı keçən 4 təkərlər kimlərdir? Ceyhun Məmmədov, Ramil Abdullayev, Əlibəy Məmmədli və Nofəl Şahlarov. Nofəl demişkən bir elan da nəzərinizə çatdırım ki, noyabr ayının 23-ü Rəşid Behbudov adına mahnı teatrında Nofəl Şahlaroğlu'nun solo konserti baş tutacaq. Biletləri isə sərfəli qiymətə iTicket AS saytından əldə edə bilər. Qayıdaq filmə. Deməli bu adı çəkilən 4 təkərdən əlavə filmdə tanınmış simalar da yer alırmış. Məsələn, Məcid Hüseynov, Tərlan Nur Yaşar, Səmimi Fərhad və s. Film həqiqətən böyük maraqla qarşılanır. Filmin treylerini isə aşağıda tab elədiyim səhifədən izləyə bilərsiniz. Hələ əlavə kampaniyalarımız da var ha. Məsələn, siz heç belə bir şey görmüsünüz? Film izlə, hədiyyə qazan. Necə? Rəy bölməsində soruşanı şəxsən cavablandıracaq. Məncə siz də bəxtinizi yoxlayın. Bəlkə qazandınız.